Bu 5000 manatı qoyuram seyfin içinə. Şifrəni tapan adam bu pulu götürəcək. Yeni il qabağı sizə 5000 manat lazım deyil. 5000 manatlara xərcləyəcəksən. Borclarım var, onlar bağlayacaq. Bu dəfə seyf gətirmirsən. Bu dəfə seyf gəlib. Çox zor olardı əgər kuryer olsaydı. Verim şifrəni sən Mirzə. Operator göstərdi. Hop. Şifrəni göstərmirəm. Sadəcə pulu qoyuram bura. Hop. Bağlayıram və açılmır. Hər birinizi salamlayıram dostlar. Yeni video xoş gəlmisiniz. Yeni il qabağı, yeni ilə bir gün qalıbdı. Yəqin ki bu ayın 30-u çıxacaq və bir günümüz qalıb yeni ilə və düşündüm ki sizə belə bir maraqlı bir vlog çəkəcəm və burada 5000 manatım var. 5000 manat pul var. Seyfin içinə qoyacağam. Şifrəni tapan çox güman ki yox, şifrəni tapan olsa bu pulu götürəcək. Ona görə gəlin yaxınlaşaq insanlara görək kim şifrəni tapa biləcək. Sən isə videonu bəyənməlisən. Like atırsan, yorum yazırsan, kanala abunə olursan və biz yaxınlaşaq adamlara. Niyə belə dəbli oturmusunuz parkda? Dəbli. Dəbli o. Seyfin 4 rəqəmli şifrəsi var. Tapa bilsəz, içindəki pul sizindir. Pulsuz pul qazana bilərsiniz. Siz içində nə qədər pul var? Nə qədər? 100. Nə? 1000? 100 manat. 100 manat? Yox. Çoxdur. Nə az, nə çox 5000 manat nağd pulu var. Vallahi 5000 manat içində pul var. İstədiyinizi yaza bilirsiniz. Sadəcə yazandan sonra Y düyməsini basırsınız. Əgər yaşıl yanırsa, üçü də açılacaq seyf və pul sizindir. 4. 2 dəfə yazmadım. Deyəsən 2 dəfə yazdı yəqin ki. O nə rəqəm idi? Mənim telefonumda Aha. Telefonunda şifrəsini deməyin də hamı görəcək. 5 2 5 2 Y. 5 2 5 2 52 52. Keyfinizi pozmayın. Azər lotereyanın bu arada tirajlı lotereyana qatılıb 1 milyondan çox jackpot uda bilərsiniz. Yəni 5000 manat elə içinədir. Onlar niyə olmaz? Bu proyekt Azər Lotereya ilə birlikdədir. Yəni mən və Azər Lotereya biz düşündük ki, belə bir ideya eləyək. Həm insanlar qazana bilsin, həm də maraqlı bir video olsun. Adınız? Toğrul bəy. Toğrul və Sabina. Sabina. 2 dənə Toğrul, 1 Sabina. Necə sadaş? 5000 manat içində pul var. Özüm qoymuşam. Aa, 1 2 1 2. 5 milyon. Təşəkkür edirik. Özünüzə yaxşı baxın, sağ olun. Siz elə bilirsiniz ki, biz camadaldadırıq ha? Hə. İndi hər Niyə? şey Biz- parçası aldadır. Ola bilər, amma biz axı Azərbaycan xalqı belə eləməliyik. Allah. Yox, mən inanmıram. Sən açma baxın. Elə baxaram götürmərəm, baxıram. Götürsəz axı cinayət işi düşəcək sizə. Götürmürəm axı, aç göstər mənə. Mən belə açarım var. Hə bibi? Aç göstər. Ba. Açıram ha. Açdım. Açırsan nə eləyim mən? Baxıram. Hop. Hə, var, o 5000 olmaz axı. Nə qədərdir bibi? Ne durub bir Burada saniyə? 3000 manat var. Yo, burada 5000 manatdır. Hə, yaxşı sağ ol. Bu dəfə seyf gətirmirsən. Bu dəfə seyf gəlib. Necəsiz? Sağ ol, siz necəsiniz? Keyfiniz necədir? Sağ ol. Soyuq havaya hazırsınız yoxsa həmişə kimi? Öyle də. Maşınlar hazır almırsınız soyuq havaya? Hazırdır. Hazırdır. Bəli, bəli. Təkərləri kim dəyişmisiniz? Bəli, bəli, bəli. Deməli məsələ nədir? Adınız? Ağayev Aşur. Aşur bəy. Bəli, Şahvəlad oğlu. Aşur bəy. Bəli, bəli. Neçə yaşınız var? Mənim 57. Maşallah, görsənmirsiniz ha. Tavan Yaxşı qalmışam. qalmısınız ha. Çəkir məni. Yəni dalaşsaq bu dəqiqə məni döyərsiniz. Yəni vəziyyət elədir. Yıxılmışam üzə. Hə, mən də yıxılmışam. Siz bu seyfi açsaz, içindəki pulu götürə bilərsiniz. Hə, seyfi açsam, Yəni dağıdıb açmaq yox ha. Şifrəni yazmaq. balqarka ilə olar. Yox. Drilllə də olmaz. 1 9 6 8. Əgər şifrəni tapmazsaz heç keyfinizi pozmayın. Çünki siz Azər Lotereyanın tirajlı lotereyalarına qatılıb daha da çox pul qazana bilərsiniz. Əslində 5000 manat hələ boş şeydir. Azər Lotereyada daha çox qazanmaq olar. 2 0 2 5 və E düyməsini basırıq. Təsir olsun, açılmır. Yarbayar. Doğrudan əslində mənə sərf eləyərdi ki,
Amma qanımızda var da o. Var o. Biz ədalətli olmağı sevirik. Yəni nə lazımdır? Verim şifrəni sən Mirzə? Hə, məncə də lazımdır. Yox, biz nə qohumlarımıza, nə dostlarımıza, yəni desəm inanmayacaqsınız. Yəqin ki, deyəcəksiniz, bu nə üfüləyir, amma heç operator belə bilmir. Şifrəni yazanda belə üzümü çöndərdim ki, operator belə görməsin. Çünki şifrəni məndən başqa heç kim bilmir. Mən də bu pulu ancaq qalibə verəcəm. Belə heç kimə verməyəcəm. Bu arada hələ də videonu bəyənməmisə girib like qoymağı unutmayın. Sizcə nə qədərdir? 5000. Rovno 5000 manat. 2 0 2 6 Y. 2026. İnşallah 2026 sən düşərli olar. Hara belə? Hara belə? Evə. Qardaş bax, belə bir seyfimiz var Azərloter ilə birlikdə. Gözəl seyfdir. 4 rəqəmi var bunun. 4 rəqəmi yazırsan, sonra E düyməsinə basırsan və əgər yaşıl yanırsa burada yuxarıda seyf açılır. Və içindəki pul sənindir. Valla bezmiş, ağırdır. Bu qədər pul daşımaq olar. 0 0 0 0 Y. Bu arada sizi sevindirəcəm. Çünki Azərloter ilə birlikdə belə bir qərara gəlmişik ki, əgər işdir bu videoda heç kim uda bilməsə, gələn videoya biz artıq 4 rəqəminin salaq 3 və ya 2 rəqəmə. 2 rəqəmi daha tapmaq rahat. Yox? Məncə də. Bax, sifariş gələcək, qaçıb gedəcək sənin. Tez bir dənə yığ get. Bu 5000-i qazansan, sifarişi bugünkü günün yəqin ki, bağlayıb gedərsən, yox? Hə, yox, getməmiş. Doğrudan. 5000 manat işdir birdən qazansan, həyat bilmək olmur. Hara xərcləyəcəksən? Evə. Evə qoyacaqsan, söz. Borclarım var, onlar bağlayacağam. Ancaq borcları 5000 bəs eləyəcək. İnşallah bəs eləyər. Yox, sən bilmirsən borcun nə qədərdir. 2 Y düyməsi. Nə rəqəm idi elə? Dedim birdən belə üçbucaq fason qoyarsınız. Super yanaşmadır. Yox, belə yanaşma olmamışdı. Bizdə 000 yazan var idi. 2025-2026 yazan var idi. Amma belə yanaşan yox idi doğrudan. Amma sənə deyim, sən Azərloterin tirajlı lotereyalarına qatılıb daha da çox pul qazana bilərsən. Və borcları bir dəfəyə bağlaya bilərsən, yox? Olar. Bura beləməmsən? Yox, eləməmişim. Bura belə. İnşallah. Mənim təvəllüdüm 1990. Amma yəni şifrə mənim təvəllüdüm olmaz. Olsa da demərəm. 500. Yox, 120. çox. 50 manat. 5000. Bəli. Ay ki. 5000 manatı qazansaz, hara xərcləyərsiniz? Birinci kreditimi bağlayaram. Onun krediti var ya. Nə qədərdir kreditiniz? Təqribi. Yəqin ki bilirsiniz. 2000 neçədir də təxmini? 2500. Yerdə qaldı 2500. Səyahət. Hara? Sumqayıta. Yox. Qiymətlər bu dəqiqədə Nə yüksək. də biraz pul tapıb qoyaram. Biraz nə İtaliyaya qədər? gedərəm. Yəni 7500-dən söhbət gedir, sizinə qoyaram. 5000-i səyahətə gedərəm. Super. Kredit qalsın. Sizin də adınız Güneldir? Yox, Fidan. Fidan. Fidan xanım, səyahət? Səyahət ya da ki, IT kurslarına qoşulmaq istəyirəm, onlardan birinə qoşulardım. Böyüyəndə IT-şnik olacaqsın. Qəşəng pullar qazanacaqsın. IT-dən maksimum IT hərfini bilirəm bir dənə, necə yazılır. İnşallah olar. 3 1 1 2 Bir şey də soruşum. Belə zirkallı nömrədir, yoxsa nətər gəldi Kamaz nömrəsi kimi? deyə bilmərəm. 7 4 9 2 və Nasıl onu tapaq? Qeyri-mümkün bir şeydir. kimi? Amma realdır. Mən misal üçün taparam. Siz qoymayırsınız. Da elə ona görə zarafat edirəm. 5000 manatlara xərcləyəcəksən. Bax elə bir ki udmusan. Çıxıb gedəcəm rayona. Rayona çıx. Bakıya gəlməyəcəksən də. Hansı rayona? Tərtərə. Vay, gözəl yerdir. Bəs niyə gəlmirsən işləməyə? Hə, işləməyə. Arada bir gedirsən yoxsa? Hə. Darıxırsan oraya. Əlbəttə. 5000 manat sənə nə qədər bəsdir? Orada qalmaq üçün də yəni. Nəsə quracaqsan 5000 manat orada? Ola bilər. Doğrudan toyuqcadan saxlayıb qəşəng biznes eləmək olur, yox? Bəli. Bilirəm. 2 3 2 3 23 23. Nədir o elə? Təvəllüdün deyil? Yox.
Çox zor olardı əgər kuryer utsaydı. Mən çox istəyərdim kuryer utsun. Ha. Bir var ehtiyacı var 5000 manat, bir ehtiyacı yoxdur. 5000 manat gəldi rayona. Amma kuryer, o qaqaş deyir mən tər-tərə qayıdacağam rayona. Oyda, o utsaydı var ha. 8 2 7 4. O nədir? 2 0 2 6. Ye. 2026. 6-cı adamsan ya buna yığırsan. Futbol yoxsa futbol? Futbol. Niyə futbol yox? Orada bol. Bəs futbol deyənlərə burada nə demək istəyirsiniz? Düzgün. Qapı var, vurun bir dəfə. Bir harda? Mən vurursunuz. Sən tabutda biləcəksən. Hə? Biraz belə vuracam gedəcəksən. Mən buradan belə daldala gedirəm. Okey, bax vurdum. Vurdum. Qəşəng. Qəşəng. Azərbaycan ilə birlikdə belə bir seyf yaratmışıq. Oturub ofisdə seyf düzəldirdik. Sizcə içində nə qədər pul var? 250. Hakan 250 nədir? 250 puldur. Yox. 5000. 5000. Operator göstərdi. Barmaqlarımı qırmayım sənin. 5000 manat nağd pul var bunun içində. Və şifrəni tapsaz pul sizindir. 5 0 0 1 2 3 4 Bu əməli baxdı fikrə get. Gəzər qucaqlayır. Allah pivnoy. Qaqaş piv içmiyoruz ya. Təbliğ edirsiniz ha içkini ya olmaz. Biz pirti içki içmirik. Bunu bilin. Pivnoy. İpucu mən belə verə bilərəm ki 1 2 3 4 deyil. 1990 deyil, mənim təvəllüdüm 5000 deyil, 2025 və 2026 deyil. Mən sizə o nəyə görə deyirəm? Çünki bunu yığıblar bugün. 4 rəqəmi yazırsınız, sonra E düyməsinə basırsınız və salam. Seyfiniz var. Ya bu imkanıdır. Har xərcləmək istəyirsiniz 5000 manat bu dəqiqə gəlsin? Nə bilim, biznes qurar. Kiçik bir Bax fikir verirsiniz. Gülməli deyil. Hamı güldü məndən başqa. Çünki ya 1 manatla da ağ eləməyə, 1 manatla nə biznes quracaqsınız? Corab alacam. 1 manatı alıb manat yarıma satacaq. No, prinsipi logично. tikiş falan həvəsim var. Doğrudan. Və niyə eləmirsiniz? Ona bir Eləməyi çox düşünürəm. investisiya lazım deyil ona çox. Düzdür, düşünürəm. Girirsiniz Azər Lotereyanın saytına, tirajlı lotereyasına qatılırsınız və hədiyyə. Yəni buradan qazanmasan odan azından qazana bilirsiniz. 2 6 2 6. Hara xərcləyəcəksiniz? Qızıl alacam. Qızıl. Qızıl saat. Məsəl üçün. Üstünü düzəldərəm. Bir 5000 də qoyarsın. Yəni bir 5000 də qoyaram yəqin. 8. Vay. Təəssüflər olsun. Heç olmasa deyə bilərsiniz. Deyə bilmərəm niyə? Çünki mən gedirəm elə, birdən sizin qohumlar yaxınlaşar, dostlarınız yaxınlaşar. Burada deyil. Prosta maraqlı gəldi. Şifrəni dəyişin. Doğrudan? Bu yaxşı fikirdir. Şifrəni də Sonra dəyişin. deyib dəyişəcəm. Bax xanımlar inanmır mənə. 23 84. Bir şey deyim, bu ehtimalı belə yoxdur. Mən bunu tapmağım. Çox sağ olun. Siz sağ olun. Hər bir işlərinizdə uğurlar və yeni il isə çox düşərli olsun. Çox sağ olun. Sağ olun. Bir dənə yorumları da yazın. Doğrudan sizin əlinizə 5000 manat pul gəlsə və siz qalib gəlsəz hara xərcləyərsiniz? O nə idi? Nə rəqəm idi? Yox, düzdür. Yox, alınma, təəssüflər olsun. Gələn səfər inşallah alınır. Özünüzə yaxşı baxın. Sağ olun. Sağ olun. Getdik. Sən toylarda işləməliydin, qardaş. Sənin yerin toy idi. Bugünlük bu qədər. Videonu bəyənin, kanala abunə olun və bildikləri açmağı unutmayın. Mən çox istəyirəm ki, bu videoya çox dəstək gəlsin. Çünki doğrudan bu bir inteqrasiya tipli bir qazancılı bir videodur mənim üçün. Ona görə nə qədər böyük bir like toplasa bu video, nə qədər baxış çox olsa bir o qədər mənim üçün də əladır. Bugünlük bu qədər. Şifrəni tapan olmadı. Amma biz Azər Lotereya ilə birlikdə 2026-cı ildə çox böyük bir layihələr edəcəyik. Hələ həmçinin bax bu seyf içindəki məbləğ ola bilsin 2-yə
vurulsun. Ola bilsin biz məbləği saxladıq, amma şifrənin heç olmasa yarısını köməklik elədik və dedik kimsə qazandı. Çalışacağıq ki, gələn il bu pulu kiməsə qazandıraq. Nəinki bu seyf və 5000 manat siz Azerlotereyadan 1 milyon manat belə qazana bilərsiniz. Yəni bu indiki hal-hazırda bilmirəm, indi o vaxta görə bəlkə çox olar. Jackpot məbləğidir. 1 milyondan çox. Azerlotereyanın tirajı lotereyalarına qatılaraq siz 5000-dən də çox pul qazana bilərsiniz. Mənə elə gəlir ki, şansınızı da orada yoxlaya bilərsiniz. Bugünlük bu qədər. Videonu bəyənirsən, kanala abunə olursan və bütün nə qədər mənim sosial şəbəkələrim var və hamısına abunə ol və salam. Yeni videolarda görüşərik. Bay bay.